Herkese salam əziz şagirdlər. Hər birinizi yenidən kanalımda xoş gördük. Bugün sizə Azərbaycan dili 4-cü sinif lisey və gimnaziyaya hazırlıq sualları ilə bağlı ikinci hissə videomuzun izahını verəcəm. Vaxt itirmədən gəlin keçid alaq suallara. Qeyd etmək istəyirəm ki, uşaqlar, əgər siz hələ də suallarla tanış olmamışsınızsa, o zaman ilk öncə suallara baxın, daha sonra gəlin izahla tanış olun. Birinci tapşırığımız. Səhv yazılmış sözləri müəyyən edin. Teorem, ümid, aşpaz, yanlış və kiprik. Əlbəttə ki, burada ümid, aşpaz və kiprik sözləri səhv yazılmışdır. Beləliklə 2, 3 və 5. Y bəndi doğrudur. İkinci sualımız. Sözlərdən birinin yazılışı səhvdir. Astronom, sürsümük, məşğuliyyət, asan və alaseyrək. Təbii ki, asan sözündə D olmur. Beləliklə D bəndi yanlışdır. Hiss sözünə aşağıdakı şəkilçilərdən biri qoşulsa, söz kökündəki S hərfinin biri yazılmaz. Hissə, hissin, hissim, hissiz yoxsa hissi. Əlbəttə ki, hissiz olduqda 3 dənə S yazılmayacaq. Dördüncü. Hansı birləşmənin aslı tərəfindəki söz məcazi mənada işlənmişdir? Sərt daş, sərt külək, sərt adam, sərt parça və sərt qaya. Təbii ki, burada uşaqlar sərt daş. Hər bir deməli birləşmədə sərt sözü aslı tərəfdir. Sərt daş həqiqi mənadadır. Sərt külək də həmçinin, sərt parça və sərt qaya da beləliklə sərt adam məcazi mənada işlənmişdir. Davam edirik. 5-ci. Birləşmələrdən hansını həm həqiqi, həm də məcazi mənada işlətmək olmaz? A. Yola düşmək, B. Cavab almaq, C. Dili qurumaq, D. Yoldan çıxmaq, Y. Burnunun ucu göynəmək. Yola düşmək həm həqiqi mənada işlənir, həm də məcazi mənada. Nəyinsə yola düşməsi və yaxud da yola düşüb harasa getmək. Dili qurumaq da həmçinin susuzluqdan dil quruyar və yaxud da elə bir hadisə baş verər ki, dilin quruyar, cavab verə bilməzsən. Yenə də həqiqi və məcazi mənada işlənir. Yoldan çıxmaq da həmçinin, tutaq ki, uşaqlar, yol getdiyin yerdə yoldan çıxırsan bir başqa tərəfə, səmtə yönəlirsən və yaxud da yoldan çıxmaq məcazi mənada işlənir bəzən. İnsanlar düzgün yolda olmayanda, doğru yolda olmayanda bu cür deyilir ki, yəni bu sözün də həm həqiqi, həm də məcazi mənası var. Burnun ucu göynəmək də həmçinin nəysə baş verib, burnun ucu göynəyə bilər və yaxud da bu həqiqi mənadadır. Və yaxud da kimsə üçün darxanda burnun ucu göynəmək deyilir. Bu isə məcazi mənada işlənir. Amma cavab almaq birləşməsində sadəcə bir mənası var. O da həqiqi mənadır. Cavab almaq. Davam edirik. 6-ya baxırıq. Hərəkət bildirən hansı söz çox mənalı deyil? A. Atmaq, B. Yaymaq, C. Udmaq, D. Getmək, Y. Öskürmək. Uşaqlar. Atmaq, yaymaq, udmaq, getmək bunlar hamısı çox mənalıdır. Amma öskürmək sözünün sadəcə bir mənası var. Beləliklə Y bəndi doğru variantdır. Birinin mənası səhv verilib. Gəlin baxaq, mənası səhv verilmiş hansı sözdür? Nadan, avam, cahil, cömert, xəsis, eqoist, füsunkar, valeh edici, kürmək, kürəklə təmizləmək, böhtan, iftira və şər deməkdir. İlk öncə baxırıq nadan sözünün. Nadan, təbii ki, necədir uşaqlar? Nadan, avam və cahil deməkdir. Amma cömert sözü xəsis və eqoist deyil. Cömert sözünün burada mənası səhv verilib. Digər sözlərin isə mənaları doğrudur. Cömert isə igid mənasında işlənir. Mərd deməkdir. Burada isə xəsis və eqoist kimi göstərilib. Deməli, bu variant yanlışdır. 8-ə baxırıq. Hansı sözlərə antonim qarşılıq tapmaq olar? Gündüz, divar, sevinç, kağız, hava və yorğun sözlərinə baxırıq. Gündüz. Gündüz gecə antonimi var.
Divar sözünə baxırıq. Təbii ki, divar sözünə antonim tapmaq mümkün deyil. Sevinç, sevinç, kədər antonimi var. Kağız, kağız sözünün də antonimi yoxdur. Hava sözünə də tapa bilmirik. Yorğun, biri var yorğun, biri var ki, aktiv. Beləliklə, uşaqlar, biz görürük ki, burada 3 sözə biz heç bir halda antonim tapa bilmirik. Və beləliklə antonim tapa bilirik. Yorğun, sevinç və gündüz. 1, 3 və 6. Beləliklə Y variantı doğrudur. Davam edirik. 9-cu term. Yalnız termin kimi işlənən sözlərin sayını göstərin. Sifət, güc, leksika, fonem, amoqraf, zərf, hiperbola və enerji sözlərə baxırıq. Sifət. Biri var sifət Azərbaycan dilində əlamət bildirən söz, biri də var sifət insanın üzü mənasında işlənir. Yəni bu sadəcə termin deyil uşaqlar. Güc. Fizikada güc var və bir də insanın gücü mənasında güc var. Beləliklə, güc sözü də sadəcə olaraq termin deyil. Leksika sözünə baxırıq. Leksika Azərbaycan dilində termindir. Beləliklə, yalnız termin kimi işlənən sözdür. Fonem sözü də həmçinin sadəcə termin kimi işlənir. Amoqraf, o da həmçinin zərf. Biri var Azərbaycan dilində termin kimi işlənən zərf, biri də var ki, məktubu qoymaq üçün istifadə olunan zərf, beləliklə sadəcə termin kimi işlənməyən sözdür. Hiperbola isə sadəcə termin kimi işlənir. Enerji sözünə nəzər salsaq, enerji insanın enerjisi mənasında enerji, biri isə termin kimi enerji, beləliklə bu da sadəcə termin kimi işlənmir. Beləliklə 1, 2, 3 və 4 sözümüz sadəcə termin kimi işlənən sözlər oldu uşaqlar. Burada da biz A variantını qeyd edirik. Davam edirik. 10-cu və sonuncu testimizə baxırıq. 10. Birinin mənası səhv verilmişdir. A. Batman gəmi kapitanıdır. B. Çavuş hərbidə aşağı rütbədir. C. Bəlağətli, təmtəraqlı, gözəl, ifadəli nitqdir. D. Artillerist, artilleriyada qulluq edən hərbiçidir. Və bir də Y variantı var. Canişin, hökmdar adından uşaqlar. Deməli, burada biz baxırıq variantlarımıza. Görək hansı variantımız doğrudur. Canişin sözü isə hökmdarın adından çıxış edən şəxs mənasında işlənir uşaqlar. Onu əvəz edən şəxsdir. Və beləliklə burada qeyd eləsək, çavuş hərbdə aşağı rütbədir, bəlağətli düzdür, təmtəraqlı, gözəl, ifadəlilikdir, artillerist də artilleriyada qulluq edən hərbiçidir və burada Batman gəmi kapitanı olaraq qeyd olunması doğru variant deyil uşaqlar. Burada bu söz səhv verilib və beləliklə də biz A variantını qeyd etməliyik ki, A variantı səhvdir. Əslində isə Batman uşaqlar keçmişdə istifadə olunan bir ölçü vahididir. Mövzumuzun izahı bu qədər idi. Sizinlə sağollaşıram. Yeni dərslərdə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.